Aha, bugünkü dərsimiz ardıcıllıq və silsilə olacaq. Gəlin görək ardıcıllıqlar nəyə deyilir və silsilə nəyə deyilir. Ardıcıllıq, natural ədədlər çoxluğu ilə nömrələnmiş sıraya ardıcıllıq deyilir. Yəni, belə bir ardıcıllıq düşünün. Ayın ardıcıllığı bərabərdir 2n minus 1. Bu ardıcıllıqda bu ardıcıllıq mesela düsturla verilir və bu ardıcıllıqda hədlər n'in yerinə müvafiq olaraq 1, 2, 3 və s. qiymətlər qoymaqla alınacaq. Məsələn, n'in yerinə 1 qoymuş olar. A1'iniz nə alınır? Salam 1. Aha, gəl. Bəs n'in yerinə 2 qoyunca nə alınacaq? 3. A2 3. Bəs n'in yerinə 3 yazsaq 5. Bu şəkildə göründüyü kimi bizim ardıcıllığın hədləri necə olacaq? 1, 3, 5, 7 və s. Ardıcıllığın verilmə üsulları əsas 2 üsulla verilir. Birinci üsul düstur üsuludur. Yəni bax bu üsuldur. Bu düstur üsuludur. İkinci üsul rekurrent üsuldur. Sonra rekurrent üsul nə deməkdir? Ardıcıllığın hədləri hər sonraki hədd özündən əvvəlki həddən asılı olarsa, bu cür verilmə rekurrent üsul adlanır. Məsələn, a n plus 1 bərabərdir 2 vurulsun a n minus 5. Bu formada verilirsə və bizə a1 bərabər 3 verilərsə, indi deyin görək, a2 nəyə bərabərdir? A2 nəyə bərabərdir? Aha. 1'e beraber. Niyə? A1'i koyuyor. 2'ni vurdukça 6, alttan 5. N'in yerinə bəli, neçə qoymaq lazımdır ki? N'in yerinə neçə qoysaq 2 alınar, A2 alınar. 1. Deməli, N'in yerinə 1 qoyanda nə olur orada? 2 vur A1 minus 5. Onda 2 vur neçə? 3. Neçə olur? 6 çıx 5 neçə olur? 1. Bəs A3 neçə olar? A3. 2 vur nə? Çıxılsın nə? Bəli, mənfi 3. Aydındır, bu cür verilmə adlanır rekurrent üsul. Yəni, sonraki hədd əvvəlki həddən asılıdır. Sonraki həddi almaq üçün əvvəlki həddə baxmaq lazımdır. Düstur üsulda budur. Bu şəkildə verilir. Və yaxud da başqa bir funksiya, ardıcılığa baxaq. A-n bərabərdir 8 plus n bölünsün n çıx 5. Belə bir ardıcıllıq ola bilərmi? Cavab ola bilməz. Niyə ola bilməz? Çünki mən bu ardıcıllığın 5-ci həddini axtarsam, neçə alacam? Almışsın. Nə alacam? 5. Ala bilməyəcəm. 13 bölü 0 alınır. 0-a bölmə yoxdur riyaziyyatda. Ona görə də, bax bu şəkildə bir ardıcıllıq düsturdan verilə bilməz. Ardıcıllıq sıradır. Natural ədədlər çoxluğu ilə təyin olunmuş bir sıradır və ardıcıllığın hər bir həddi təyin olunmalıdır. Biz ardıcıllığı elə verməliyik ki, düsturla ardıcıllığın istənilən həddini axtardıqda tapmaq mümkün olsun. Aydındır? Bax bu şəkildə. İndi isə gəlin ardıcıllığın ilk n həddinin cəmi, ilk n həddinin hasili kimi məsələlərə baxaq. Tutaq ki, bizdə belə bir ardıcıllıq var. A-n bərabərdir 3n plus 7. Bizə deyilir ki, ilk 3 həddin cəmini tapın. İlk 3 həddin cəmi. Burada, bu misalda, bu ardıcıllıqda ilk 3 hədd deyəndə biz nə başa düşəcəyik? A1, A2 və A3. Yəni, A1 deyəndə cavabı neçə tapa bilərik? A1. 3 vur 1 plus 7. 10. A2. 13. A3. 16. Və bunların cəmi bu şəkildə. Yəni, əgər bizdə
həddin düsturu məlumdursa, biz istənilən həddi tapa bilərik və yaxud da istənilən ilk n həddin cəmini tapa bilərik. Və yaxud da bizə bu düstur verilib, bizdən A5-i soruşur. A5 nəyə bərabərdir? 22. Sadəcə n-in yerinə 5 qoymaqla biz bu cavabı tapa bilərik. 22. Bu şəkildə. Daha sonra ardıcıllığın ilk n həddinin cəminin tapılmasına aid bir nümunəyə baxaq. Tutaq ki, bizdə belə bir məsələ var. Ardıcıllığın həddinin düsturu belədir. A-n bərabərdir 3+7. Gəlin burada bəzi şeylərə baxaq. Biz A1 nə tapmışıq? 10. A2 nə tapmışıq? 13. İlk 2 həddin cəmi neçədir? 26. Bəs ilk 3 həddin cəmi? İlk 3 həddin cəmi. Bu 23'dür, bəli. Bu 23'dür. İlk 3 həddin cəmi neçədir? 39'dur. Uşaqlar, siz ilk 3 həddin cəmindən ilk 2 həddin cəmini çıxsanız nə alarsınız? Bəli. Onda biz belə bir şey yazırıq bura. S3 çıxılsın S2 bərabərdir A3. Razılaşırsınız? İlk 3 həddin cəmindən ilk 2 həddin cəmini çıxdım, aldım sonuncu həddi. Yəni A3. Həqiqətən də 39 çıxır 23, 16 edir. Biz bunu bütün ardıcıllıqlarda müşahidə edə bilərik. Yəni bu sadə bir aksiyoma kimi bir məsələdir. Yəni həqiqətən də ilk 3-ün cəmindən ilk 2-nin cəmini çıxsaq, sonuncu yerdə qalar da. Və yaxud da S10-dan S9-u çıxsaq nə qalar? Bəli, S10 çıx S9. İlk 10 həddən ilk 9-unu çıxsaq, axırıncı qalar da A10 qalar. Beləliklə, biz bunun üçün bir düstur yazırıq. Sn minus 1 bərabər AN. Sn minus 1 nəyə bərabərdir? AN-ə bərabərdir. Burası aydındır. Yaxşı, belə bir sual. İlk 17 həddin cəmindən ilk 15 həddin cəmini çıxsaq nə qalar? 17. Dəqiq var, fikirləşin. Ağac 16 və 17-ci ədədlərin cəmi qalar. 16 və 17. Yəni S17 çıxılsın S15 bərabər A16 və A17. Elə bilin ki, 15 nəfər növbəyə düzülür. Bankomatdan pul çıxarır. 15 nəfər, 17 nəfər növbədədirlər. Birdən məlum olur ki, bankomat xarab oldu. Onda nə baş verir? Ən axırda dayanan adam elə dərhal oradan çıxıb gedir. İkinci oradan, üçüncü oradan. Yəni ilk 17-dən ilk 15 nəfər geri qayıtsa, kimlər qalacaq axı? Fikirləşindən? 16-cı və 17-ci adamlar qalacaq da, ən başqa olanlar qalacaq. Yəni ən gec qoşulanlar daha tez qalib çıxa biləcəklər. Bu şəkildə. Beləliklə, bizə lazım olan belə bir düstur var. İndi düşünün ki, biz bunların cəmini yox, hasilini tapırıq. Cəmini yox, ilk eləntin hasilini tapırıq. Məndə belə bir düstur var. AN bərabərdir 2M plus 1. Deyin görək A1 nəyə bərabərdir? A2 nəyə bərabərdir? A3 nəyə bərabərdir? Şimdi ilk 2 həddin hasili, bunu P2 ilə ifadə edək. İlk 2 həddin hasili, hasil 15. İlk 3 həddin hasili, P3 105. İndi P3'ü P2'ye bölün. Yəni ilk 3 həddin hasilini ilk 2 həddin hasilinə bölün. 7. Yəni nə alırsınız? A3. Beləliklə P3'ü P2'ye böləndə A3 alırsınız. Bu da bir düsturdur. Bu da bir qayda kimi yadda saxlayırıq. Həqiqətən də n həddin cəmini n-1 həddin cəminə böləndə bunun qayda kimi yazılan bura Pn bölünmüş P-1 bərabər AN. Yəni ilk n həddin hasilini n-1 həddin hasilinə bölsək n-ci həddi almış olarıq. Burası aydın mı? Aydınsa əla.
Aydınsa əla. Qeydlərinizi aparın, silək, davam edək. Silə bilərəm? Okey. İndi isə 1-2 nümunələrə baxaq. Görək, ardıcıllığa aid misal nümunələrindən hansılar? Düşür ki, siz onları necə həll edəcəksiniz. Deməli, belə bir sual. Belə bir sual tutun. 8-ci sual topundan. Deməli, ilk n həddinin cəmi 2 üstü n-1 plus 1 olarsa A5'i tapın. 5-ci həddi tapın. Burada bir şey desə deyim, işarələmələri qarışdırmayaq, düzgün işarələmək deyim. İlk n həddinin cəmi sözü eşidən kimi SN-dən işarə edirik adətən. N-ci hədd deyəndə AN ilə ifadə edilir, yəni A5, A4, 5-ci hədd A5. Amma ilk 5 həddin cəmi S5. S5. Yaxşı, belə bir sual verilir ki, ilk n həddinin cəminin düsturudur, bizə A5 lazımdır. Bu düsturu, bu misalı həll etmək üçün bizə lazım olan düstur, bayaq yazdığımız Sn-1 bərabər AN düsturudur. Uşaqlar, bizə A5 lazımdır, düzdür. N-in yerinə 5 qoysaq burada nə yaza bilərik onda? Həlli S5 çıxılsın S4 bərabər A5-ə. Yəni A5 tapmaq üçün mən S5-dən S4 çıxmalıyam. Bəs S5-i necə tapım? Düsturumuz var. N-in yerinə 5 qoyuruq. S5 bərabərdir. 2 üstü 5 çıx 1. Plus 1. Cavab? İndi S4 tapırıq. S4 bərabərdir. 2 üstü 4 çıx 1. Plus 1. 9. Və bu qiymətləri burada nəzərə alsaq, onda A5 bərabərdir. 17 çıx 9. 8. Bu misal tipi aydın oldu. Başa düşülmə yeri var mı? Varsa deyə bilərsiniz, yoxsa davam edək. Daha sonra 10-cu tipə baxacağıq. Belə bir sual tipi var. 10-cu sual. AN bərabərdir 3n-16 böləndir, düz edin. Belədir mi? Belədir. Düz yazdım. Deyir ki, ardıcıllığın neçə həddi tam ədəddir? Tam deyir, natural deyir. Tam ədəd deyir. Ardıcıllığın neçə həddi tam ədəddir? Bunu anlamaq üçün nə edirik? Sadəcə olaraq kəsri parçalayırıq. N3n, N16. Təbii ki, burada n-lər gedibsə, nə qalır? 3-16 bölü n. Nəzərə alın ki, ardıcıllığın hədləri natural ədədlərlə nömrələnmişdir. Ona görə də siz n-in yerinə ancaq natural qiymətlər qoya bilərsiniz. Və elə natural qiymətlər qoymalısınız ki, 16 həmin natural ədədə tam bölünsün. Kəsr alınmasın. O zaman düşünün, n-in qiymətləri nə ola bilər? 1, 2, 4, 8, 16. Bitti. Cavab neçə tam qiymətində? 5. Mənfiləri götürəkmi? -1, -2, -4, -8, -6. Tam deyil. Xeyr. Götürə bilmərik. Niyə? Çünki ardıcıllığın hədləri natural ədədlərlə nömrələnmişdir. Əgər bu ardıcıllıq olmasaydı, sadəcə bir misal olsaydı, sadəcə bir kəsr olsaydı və orada kəsrin tam qiymətlərini soruşsaydı, bəli, n-in yerinə -1-də, -2-də, -16-da qoya biləcəkdik. Amma söhbət ardıcıllığın düsturundan getdiyinə görə nəzərə alın ki, burada yalnız naturaldır, yalnız. Ona görə də yalnız natural qiymətlər qoyuruq, cavabımız da bu şəkildə olacaq. Keçdən növbəti suala, oxşar tiplərdən birini izah edeyim ki, biləsiniz. 12 tipli suallar. AN bərabərdir, n-in kvadratı -8n plus 80 ardıcıllığının 100-ə bərabər olan həddinin nömrəsini tapın. Düsturu biləndir, AN nəyə bərabərdir? 8n plus nə? 80. Bərabər nəyə? Hə,
Deyir bu ardıcıllığın 100-ə bərabər olan, sözə bax, ardıcıllığın 100-ə bərabər olan həddinin nömrəsi. Baxın uşaqlar, ardıcıllığın həddi ayındır. Bax bu həddir, hədd. Ayındır. Nömrəsi n-dir. İlk n həddin cəmi, anlayışları dəftərzə də yazın ki, qarışdırmayasınız. SN-dir. Əgər anlayışları qarışdıracaqsa, indidən qeyd edeyim. Hədd deyəndə ayın başa düşürük. Həddin nömrəsi deyəndə n başa düşürük. İlk n həddin cəmi deyəndə SN başa düşürük. İndi görün məsələ necə deyir? Deyir, ardıcıllığın 100-ə bərabər olan həddinin nömrəsi lazımdır. Ayın bərabər. Hədd, görürsən 100-ə bərabər olan hədd, sözə fikir verdiniz. Deməli, hədd 100-ə bərabərdir. Yəni, nə 100-ə bərabərdir? Ayın 100-ə bərabərdir. Şöyle ayın 100'ə bərabərdirsə, deməli bu düsturu biz bərabərləşdiririk 100'ə. Buradan 100'ü sola keçirsək nə alınır? Mənfi. Viyet teoreminə görə bu tənliyin köklərini tapsaq, 10 mənfi 2. Ardıcıllığın hədləri necə əllərlə nömrələnmişdir? Natural. Kənar kök varmı? Var. Cavab 10. Aydın mı? Evet. Daha sonra 14 tipli suallar deyir ardıcıllığın ilk mənfi həddini tapın. 14. İlk mənfi həddini tapın. Sonra bu nə deməkdir? Yəni nə etməliyik sizcə? Bir fikirlərinizi deyin. İlk mənfi həddini tapın. Nə deməkdir o? Mənfiyə bərabər olur. Mənfiyə bərabər edək. Hansı mənfiyə? Mənfi 1 yoxsa mənfi 2? Bəlkə mənfi 3 olsun. Bəli də. 2-0 yazın. İlk mənfi həddinin, yəni mənfi hədd sözünü eşitdiniz, deməli hədd mənfidir. Ayın 2-0. Ayın 2-0. Gəlin bu bərabərsliyi həll edək. Kömək edin mənə, mən bunu həll edeyim. 7 müsbətdirsə, müsbəti nəyə? Burası aşkar müsbətdir. Mənfiyə bölsük. Deməli kəsin mənfi olmasın, məxrəc mənfi olacaq. 2-0. 83 sağa atsaq. Mənfi 5'ə bölsək. 16'dan 16 eləmi? En böyükdür 16-16 və en necə rəddir? Naturaldır. Deməli, enin ən kiçik qiyməti neçədir? 17. 16 tam 16'dan böyük olan ən kiçik natural. Cavab 17-ci əd. Aydındır. Nəyi soruşur? Hə. İndi bizə nəyi soruşur? Həddi soruşur. Deməli, nə eləmək lazımdır? Aparıb 17'ni yerinə qoyun. Bu nömrəsidir, 17 nömrəsidir. 85, 83, 85. Mənfi 2. 7 bölüm mənfi 2'ə. Mənfi 3 onda 5 bəli. Əgər nömrəsi deyilsə, cavab 17'dir. Yox, həddi deyilsə, aparıb 17'ni yerinə qoyursunuz. Okey? Əla. 15-ci sual. 2015 birinci qrup qəbul sualıdır məsələn. Belə bir sual tipləri də olur. Deyir ki, ayın bərabərdir 19 plus 5,8 minus n'in kvadratı. Ardıcıllığın ən kiçik həddini tapın. Elə deyir. Sizcə nə düşünürsünüz? Ardıcıllığın ən kiçik həddi sanki kvadratik funksiyadır. Funksiyanın ən kiçik həddini soruşur. Sizcə bunun ən kiçik eləmək üçün n'ini necə eləməliyik biz? Necə dəyişməliyik? N'ini nə götürək ki, bu ifadə ən kiçik alınsın? Ən böyük götürək. Onda n'ini mən 1000 götürsəm ən kiçik alınacaq cavab. Yəni düşünün. Milyon götürsəm daha kiçik alınacaq. Hə, sıfır nəyi sıfır eləməliyik? Nəyi? 5
5,8. Bəli, kvadrat yazılan ifadəni sıfıra yaxınlaşdırmalıyıq. Sizcə eni yerine nə qoysaq o daha yaxınlaşar? 5,18. 6 qoyaq. 5,18 qoya bilərik. Xeyr. Niyə qoya bilmərik? Natural. Ay sağ ol. Naturaldır. 6 qoyaq. Bəs yaxşı, niyə 6 yoxsa 5? 6. Sizcə 6 yoxsa 5? 6. 6 qoyanda daha kiçik cavab alınır yoxsa 5? 6. 5 qoysaq 0,18 alınır. 0,18-in kvadratı neçə eləyər? 0,64. Bəs 6 qoysaq nə alınır? 0,2, 0,2-nin kvadratı 0,100. Hansı daha kiçikdir? 100. Təbii ki. Ona görə nə qoymaq lazım yeni yerinə? 6 qoymaq lazımdır. Öz məntiqlə düşünəcəksiniz ki, hansı ən yaxın tam ədədi qoymaq lazımdır ki, ən yaxın naturalı qoymaq lazımdır. Cavab daha kiçik olsun. Beləliklə, n-in yerinə 6 qoyuruq. Onda ayın bərabərdir 19 plus 5,8 minus 6-nın kvadratı 0,2 mənfi ilə kvadratı müsbət 0,4. Cavab 19,4. Müsbət mənfi alınmasına fikir verməyin, onsuz da kvadratdır. Müsbət alınacaq. Siz fikir verin ki, ifadə ən kiçik olsun. Aydın mı? Əla. Daha sonra bir də mən 26 tipləri izah edəcəm. 26 tipləri. Bir də burada 20 var. 20-ci sual. Biraz çətin sualdır, model sualdır. Gəlin onu izah edeyim, onun sualını məndən bilirəm ki, social açacağım. Düzdür? Belə bəri başdan izah edeyim. 20-ci sual. Sual bir dənə oxu. AK nəyə bərabərdir? Böl nə? K plus 1. K plus 1. Bitti. Sualın şərti nədir? Deyir ki, bu ardıcılığın ilk n həddinin cəmi tapın. Sn. Sn bərabər suala. Nemli. Əvvəlcə bu ifadəni mümkün qədər parçal edin. Sn bərabər suala mən buradan yazım. Və biz neyniyək? Bunu parçalayaq. Deməli. K plus 1. 1 plus K'nı ayrı yazıram. 1 plus K'nı ayrı yazıram. K'nın kvadratını da ayrı yazıram. Yəni kəsilib toplananlarına parçaladım. Burada nə ixtisar edər? Burada nə ixtisar edər uşaqlar? Qalır. Birinci kəsrdən nə qalar? 1 bölünsün K. İkinci kəsrdən nə qalar? K bölünsün K plus 1. K bölünsün K plus 1. Mən bunu yenə parçalayacağım. Niyə? Burada hədlər hər ikisi müsbətdir. Mən lazımdır ki, mənfi hədd alınsın. Mənfi hədd ona görə alınsın ki, mən bunları tərəf-tərəfə toplayanda ixtisar apara bilim, islah apara bilim. Ona görə də nə yazıram? Yazıram 1 böl K. K plus 1'də K plus 1 minus K plus 1'də 1. Bir də baxın bura. K plus 1, K plus 1, K plus 1'dən 1 çıxanda K qalır mı? Qalır mı? Qalır. Uşaqlar, burada K plus 1'i K plus 1'ə böləndə nə qalacaq? 1. Ona görə də məndə AK'nın yekun halı necə olacaq? 1 plus 1 böl K minus 1 bölünsün K plus 1. AK'nın yekun halı bu şəklə düşdü. İndi gəlin neyini? Bizə ilk ədədin cəmi soruşmur. Onda yazırıq. A1. K'nın yerinə 1 qoyaq. Nə alınır? K'nın yerinə 1 qoydum. K'nın yerinə 2 qoyuram. A2 nə alınır? K'nın yerinə 3 qoyuram. A3 nə alınır? Və nəhayət, bu şəkildə, bilmirəm neçənci əddə qədər, çünki onu bizə konkret rəqəm verməyib, AK deyirəm, sonuncu əddə AK deyirəm. Onda AK-da nə olacaq uşaqlar? Elə bu olacaq da. 1 plus və yaxud da AN deyək, fərq eləməz. AK bərabərdir 1 plus 1 böl K minus 1 bölünsün K minus 1.
A plus 1. Gəlin bu ifadələri tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda mənfi 2-də 1, müsbət 2-də 1. Mənfi 3-də 1, müsbət 3-də 1. Yəni yazsaydım ora növbəti hədd olacaqdı 1 plus 1 bölü 4. 1 bölü 4 ilə bu mənfi bölü. Bir sözlə, fikir verin sonra. Fikir verin. Bu mənfi ilə özündən sonra gələn müsbət islah gedir də, düzdür? Ona görə də bu mənfi, axırıncı mənfi qalacaq yoxsa gələcək? Qalacaq. Fikir verin. Bunun özündən sonra gələn həddi olmasaydı, özündən sonra, yəni bu qalacaqdı yəni. Bu mənfi 4-də 1. Burada alınacaq müsbət 4-də 1 ilə gedir. Məsələn, A4-ə baxın bir dənə. A4, 1 plus 4-də 1, minus 5-də 1. Görürsünüz? Bu mənfi 4-də 1, bu müsbət 4-də 1 ilə gedir. Yəni, əgər bundan sonra hədd gəlmirsə, onda baxıncı qalır. Bəs yaxşı, burada nə qədər 1 var? N qədər, K qədər. Gəlin K'ları da N-dən əvəzləyək ki, AN yazaraq axırda. N-inci hədd soruşur bizdən, ona görə də. K'ların yerinə qoyaq. Deməli, bizim N dənə birimiz var. N dənə birimiz var. Bir dənə burada, bir dənə fikir verin, artıq yaranan birimiz var. Fikir verin. Burada 2-də 1-lər, 3-də 1-lər, hamısı gediblər. Bu artıq qalıb burada. Yəni birimiz var. Və sonuncu həddimizə fikir vereyim, bax bu bizdə qalacaq. Müsbət 4-də 1 ilə mənfi 4-də 1 gedir bunlar. Amma bu axırıncı qalır. Minus 1 bölünsün n plus 1. O da bərabərdir. N plus 1 minus 1 bölünsün n plus 1. Sn bərabərdir. N plus 1. Onun məxrəcinə 1 qoyub hər tərəfə n plus 1-ə vursaq nə olar? N plus 1-in kvadratı minus 1. Sadələşdirsək nə olar? N-in kvadratı plus 2n plus 1 minus 1. Birlər getdi. Və salam. Bu ifadənin də yekun cavabı bu şəkildə çıxar. Aydındır. Qeydlərinizi eləyin, davam edin. Qeydlərinizi eləyin, davam edin. Və bir dənə tip yazacağım, ondan da yekunlaşdırıb növbəti bölümü keçəcək. Deməli, belə bir ardıcılıq verilir. Bütün hədləri müsbət və azalan. Və bu ardıcılıq azalan ardıcılıqdır. Azalan ardıcılıq. İndi gəlin, baxaq ki, görək azalan ardıcılıq deyəndə nə başa düşəcəyik? Və bütün hədləri müsbət sözünə görə biz nə eləməliyik? Bir dənə azalan ardıcılıq deyə bilərik. 3, 2, 1, mənfi 1, 0, mənfi 1, mənfi 2 və s. Yəni, azalan ardıcılığın hər soldakı həddi, hər sağdakı həddindən nədir? Böyükdür. Ona görə də bu azalandırsa A2, A1-dən nə olmalıdır? Böyük olmalıdır. A2 böyük olmalıdır A1-dən. Yəni A1-dən A2 keçib balaca olub. A2 daha doğrusu mən tərsini yazdım. A1 böyük olmalıdır A2-dən. Çünki azalır. A1 daha böyükdür A2-dən. Getdikcə azalır. A2, A3, A4 azalır. A1 A2-dən böyükdür. A1-in yerinə yazırıq x minus 5 böyükdür. A2-nin yerinə yazırıq 11 minus x. Bu tənliyi həll edəsək, 2x böyükdür 16-dan, x böyük 8 alarıq. Bu bir. İkinci olaraq, bizə deyir ki, bütün hədləri müsbətdir. Deməli, nə yazmaq olar? Hər bir həddi böyük 0 yazmaq olar. Böyük 0, onda x nə alınır? Böyüdür 5-dən. Böyük 0, onda burada x nə alınır? Kiçikdir 11-dən. Beləliklə, bizim
aldığımız bərabərslərdən belə məlum olur ki, x 5-dən böyük, 11-dən kiçik, 11-dən kiçik və 8-dən böyük olmalıdır. 8-dən böyük. Bu ədəd oxunda aralıqların kəsişməsinə baxsaq, hər üç şərt ödəyən aralıq 8 və 11-in arasıdır. Bu şərti ödəyənlər hansılardır? 9 və 10. Aha. Deməli onda x-in alabiləcəyi tam qiymətlər hansılar oldu? 9 və 10 oldu. Belə bir məsələ. Belə bir məsələ. Burada neçə sual var cəmi? 141-dən 34 sual var. Yaxşı, indi keçək ədədi silsiləyə. Görək ədədi silsilə nədir? Ədədi silsilə nəyə deyilir? Və ədədi silsilənin xassələri hansılardır? Gəlin indi bu ifadəyə baxaq. İkinci həddən başlayaraq hər bir həddi özündən əvvəlki hədd ilə eyni bir ədədin cəminə bərabər olarsa, belə ardıcıllığa ədəd silsilə deyilir. Tərtib burada yazmağınıza ehtiyac yoxdur, kitabda da zaten var. Amma qayda olaraq nə deməkdir bu? Bir ədədi silsilə yazıram. 1, 3, 5, 7, 9, 11 və s. Bu tərifin mənası nədir? İkinci həddən başlayaraq hər bir hədd, məsələn 3, özündən əvvəlki həddlə, yəni 1 ilə eyni bir ədədin cəminə bərabər olarsa, 3 1 ilə nəyin cəminə bərabərdir? 2-nin. Bu söz 5-ə də aiddir. 5 özündən əvvəlki həddlə eyni bir ədədin cəminə, yəni nəyə bərabərdir? 2. Bax, eyni bir ədəd budur, yəni bu 2-dir. Və həmin ədədə biz silsilə fərqi deyəcəyik. Nə deyəcəyik? Həqiqətən də hədlərin arasındakı fərq nə qədərdir? Biz buna silsilə fərqi deyirik. D hərfinə işarə olunur. İngiliscə difference sözünə görə fərq. D bərabərdir. Bu silsilədə nə olacaq? 2. Yəni silsilə fərqimiz olur D. Və bizdə bu silsiləni işarələsək, hədləri A1, A2, A3, A4, A5, A6 və s. Aydındır. İndi düşünün. A2'miz nəyə bərabər oldu uşaqlar? A2'miz. 3'ümüz nəyə bərabər oldu? 1 plus 2'yə. Buna deyək A1 plus D. Bəs A3'ümüzü A2'dən ifadə edin görəklər. A2 plus D. Düzdür? Düzdür. Bəs yaxşı, biz bu 5'i 1'in üzərinə 2 dəfə 2 gəlməklə ala bilərdik. Yəni 5'in əvəzinə yazmaq olarmı ki, birinci hərf plus silsilə fərqi? Olar. Bu cür ifadədən daha əlverişlidir. Ona görə də gəlin biz yazaq bu formada. A2'miz bərabərdir A1 plus D, amma A3'ümüz nəyə bərabərdir? A1 plus neçədir? 2'dir. Bəs A4'ümüz 7'ni almaq üçün 1'in üzərinə neçədən D gəlmək lazımdır? Bəli, A1 plus 3'dir. Burada bir qanuna uyğunluq varmı, Natiq? Var. Burada bir qanuna uyğunluq var mı? Vardır. Bax, 1, 1. Bax, bu indeks və bu əmsal 2. 1 və 2. 3. 1 və 3.
4. Deməli, mən A8 yazsam, A8 nəyə bərabər olacaq? AB plus 7'dir, bəli. 1 varsa 8 0 1 7'dir. Beləliklə, mən AN üçün düstur yazacağım. Onda AN nəyə bərabərdir? AN A1 plus bəli, N'dən 1 çıxılmış qədərdir. 8-dən 1 çıxılmış qədər 7. 8-dən 1 çıxılan 7 qaldı, düzdür? 8-dən 1 çıxılmış qədərdir. Yəni, N-1'dir. Bu düstur ardıcıllığın eni cəddin düsturudur. Bunu çox yaxşı bilin. Çox, həddindən artıq çox istifadə edəcəksiniz. Enin cəddin düsturu. Deyək ki, əsas düsturumuz budur yəni. AN bərabərdir. Onda A30'un düsturu necə olardı? A30. A1 plus nəsədir? 29. Yaxşı, indi bir şeyə də baxaq. Bir məsələyə də baxaq. Mən yazırdım ki, A3 bərabərdir, A2 plus D. Bundan razılaşırsınız. Özündən əvvəlki hədd, üzərinə gələnsin fərq. Razısınız da, düzdür? Əla. İndi mən yaza bilərəmmi A4 bərabərdir, A2 plus 2'dir. Yəni, 7'ni almaq üçün 3'ün üzərinə 2 dəfə fərq gəlmək lazımdır. 2-2. 2-2. Olar. 7 bərabərdir 3 plus 2 plus 2. Həqiqətən də bu doğrudur. Çünki 7'ni almaq üçün biz 3'ün üzərinə 2 dəfə 2 gəlsək alırıq. Deməli, biz A4'ü A2 plus 2 dekimdə yaza bilərik. Onda A8'i A3 plus neçədə yaza bilərəm? 5'dir, bəli. Göründüyü kimi, buradakı indeks və buradakı indekslərin fərqi bizə nəyi verir? D-nin əmsalını verir. İndi bir dənə A3'ü sol atın. A8 çıxa 3 nə qaldı? 5. Bax, bundan çox istifadə edəcəksiniz. Belə bir sual verəcəm ki, A30 çıxılsın A20. Cavab nə qalacaq? 10'dur, bəli. A20 çıxılsın A17. 3'dir. A3 yox ha. A3 yox. 3'dir. Düsturunda yazıb əldə edə bilərik bu cavabları. A20'ni, A20'ni eninci həddin düsturundan deyə bilərsiniz. A20 nəyə bərabərdir? Əla. Bəs A17? İndi bunları tərəf-tərəfə çıxın. A1'lər getirir. 19 çıxın 16. Göründüyü kimi bunların fərqi 3'dəyə bərabərdir. Eyni şey anlar. Ədədi silsilənin eninci həddin düsturu aydın oldu. Necə düstur? AN bərabərdir, AB plus N-1'dir. Doğrudur. İndi isə bir məsələyə fikir verək. 1, 3, 5, 7, 9, 11. 1 ilə 7'nin cəmi neçə olur? 8. Bəs 3 ilə 5'in cəmi? İndekslərə fikir verin. A1, A2, A3, A4. 1 və 4'ün cəmi, indekslərin cəminə baxın. Bəs 2 ilə 3'ün cəmi? Deməli, əgər ədədi silsilədə indekslər cəmləri bərabərdirsə, elə hədlərin də cəmləri bərabərdir. Bir dənə də yoxlayaq bunu. Bir dəfə də yoxlayaq. A5, A6. A1 ilə 6'ın cəmi neçə edir? A1 plus A6. 12. 12. Bəs A2 plus A5? 12. 3 ilə 9'ın cəmi 12. A3 plus A4? 5 ilə 7'nin cəmi 12. Şuralar indekslərin cəmlərində fikir verirsiniz. 1, 6, 7, 2, 5, 7, 3, 4. Gördüyümüz kimi, əgər hədlərin indeksləri cəmləri bərabərdirsə, elə öz cəmləri də bərabərdir. Bu ardıcıllığın xassəsi belə qeyd olunacaq. N plus M bərabər K plus L olarsa,
AM plus AM AK plus AL olar. Ne olar? Ne olar? AK plus AL olar. Yəni indekslər cəmləri bərabərsə, hədlərin cəmləri bərabərdir. Buna aid bir sual. Buna aid bir sual. A8 plus A7 100 olarsa, A3 plus A12'ni tapın. A8 plus A7 100 olarsa, niye 100 oldu? 15 olmuş. Bəli, cavab olur 100. Okey mi? Yaxşı. İndi isə biz ardıcıllığın əsas xassəsini deyəcəyik. Nəyi deyəcəyik? Əsas xassə. Ardıcıllığı mən yenidən yazıram bura. 1, 3, 5, 7, 9. Baxın, 1-dən 5-in cəmi neçə eləyir? 6 3-ün hansı mislidir? 2 qatıdır. 3 və 7-nin cəmi 15-in hansı mislidir? 2 qatıdır. 5 və 9-un cəmi nə idi 7-nin 14? 2 qatıdır. Göründüyü kimi ikinci həddən başlayaraq hər bir hədd qonşu hədlərinin ədədi ortasıdır. Ardıcıllığın əsas xassəsi də məhz budur. Bunu belə yazırıq. AM bərabərdir. AM minus 1 üstə gəl. AM plus 1 böl 2. Aydındır. Təbii ki, burada en böyükdür bir şərt olmalı. Yəni ikincidən başlayaraq. Çünki birinci həddi soruşsa, sıfırıncı həddi yoxdur. Bu ikinci həddən başlayaraq. Buna aid bir sual. 5A 7B 7 olmasın, biraz fərqli olsun. 5A 13B ədədləri ədədi silsilə yaradırlar. A və B-ni tapın. A neçə olar? Niyə 9 olur? 5 və 13-ün ədədi ortası. Doğru. Bəs yaxşı, B neçə olar? Hardan biliyorsun 7-dir? Fərq məlumdur, 4 var, eləmi? 13 plus 4 17 olar. Okey. Olsun. İndi isə biz ədədi silsilənin cəminə baxaq. Görək ədədi silsilənin cəmi necə tapılar. Yəni ilk el həddinin cəmindən gedir söhbət. Deməli, SM nəyə bərabərdir? A1, A2, A3, A4 və s. və s. Ən axırda nəyə bərabərdir? AM minus 1 və AN. Bu axırınızdan ikisini yazdım da. AM minus 1, yəni AN-dən qabaq gəl. Eyni şeyi mən təzdən yazıram, amma bu dəfə tərsini yazsam. Yazıram AN plus AM minus 1 plus AM minus 2 plus axırda A3, A2, A1. Aydındır mı? Tərəf-tərəfə toplayacam. Ondan olacaq 2 dənə SM bərabərdir. Rahat fikir verin. A1 ilə AN indekslər zəmi neçədir? 1 plus M. Bəs A2 ilə AN minus 1 indekslər zəmi neçədir? M plus 1 olur da. 2 ilə M minus 1-in zəmi neçədir? Bax fikir verin bura. 1 ilə N'in zəmi. 2 ilə M minus 1-in zəmi. 3 ilə M minus 2-in zəmi. Göründüyü kimi bütün indekslər cəmləri eynidir. Bayaq öyrəndik ki, indekslər cəmləri eynidirsə, hədlərin də cəmləri eynidir, düzdür? Ona görə də A1 və AN-in cəmi, A2 ilə AN minus 1-in cəmi, A3 ilə AN hamısının cəmləri bərabərdir. Yəni dəstlər. Yaxşı, belə dəstlərin sayı nə qədərdir? N dənədir. N dənədir. Ona görə də
Bu cəm bərabərdir n dənə A1 plus A-nə. Kim razıdır bundan? Bu cəmə bərabərdirmi? Bərabərdir. Niyə bərabərdir? Çünki indekslər cəmləri bərabərdir. Bayaq öyrənmişik ki, n plus m, k plus l olarsa, am plus am, ak plus al olar. Düzdür? İndi biz bu cəmlərin eyni olduğunu öyrəndən sonra burada neçə belə dəstimiz var? N dənə. 1, 2, 3 dənə, 4 dənə, 5 dənə, n dənə. Ona görə də bu ardıcıllığın ikisinin cəmi daha bu. 2 dənə esin. N vurulsun A1 plus A-ın. Yəni A1 plus A-ın dəstinin n qatına bərabərdir. Şöyle buradan Sn tapsaq nəyə bərabər olur? A1 plus AM bölü 2 vur M. Yəni ardıcıllığın ilk ələdinin cəminin düsturunun çıxarılışı bu idi. Və buradan biz A-nin yerinə öz düsturunu yazsaq, öyrəndik bayaq. A-nin düsturu necə idi? Xatırlayın A-nin düsturunu. A1 plus nə? D vurulsun M minus 1. Gəlin A-nin yerinə onu yazaq. Onda Sn necə olacaq? A1 o da A1. 2A1 D vurulsun M minus 1 bölü 2 vur M. Bu da ədədi silsilənin ilk ələdinin cəm düsturunun ikinci şəkli. Hər iki düsturu yaxşı bilməyiniz tələb olunur. Çünki qarşınıza çıxacaq misal və məsələlərdə çox geniş istifadə edəcəksiniz. Burası da aydındır mı? Okey. İndi isə gəlin ədədi silsiləyə aid əsas sual tiplərinə baxaq. Hansı ki, hələ ki biz burax səviyyəsinə baxacağıq. Buraxışa silsilədə necə suallar düşür və yaxud da qarşınıza çıxacaq tipik suallar necə olacaq bu barədə danışaq. Ədədi silsiləyə aid əsas sual tipləri. Sual məsələn başlayıram 12-dən. Test toplusu birinci isə 12-ci sual. Deyir, A1 mənfi 2-dir, A8 19-dur. İlk 8 ədədin cəmini tapın. Nəyi tapın? İlk 8 ədədin cəmini tapın. Şöyle burada nəzərə alın ki, ilk 8 ədədin cəmi deyəndə S8 başa düşülür və biz elə indicə S8 üçün düstur sarmışıq, Sn üçün. Sadəcə n-in yerinə 8 qoyaq. Həlli. S8 nəyə bərabərdir? Bu düstura baxın. A1 plus A8 bölü 2. Hamısı var mı? A1 var, A8 var. Onu da yerinə qoysan nə olur? Mənfi 2 plus 19 bölü 2 vur 8. 17 vur 4. A üstü. Burası aydındır mı? Əla. Aydındırsa əla. Yazar. Hə? O göy deyir. Biraz zəif görünə bilər. Qara eləyib bunu. Yaxşı düşsün. Aydınlı pardon. Aydınlı Lalə. Aferin Lalə. Hansı sualı qaldı? Gəlin baxaq bir növbətlilərə. Bax məsələn 19-cu sual açın baxın. Şifahi edəcəksiniz. Belə bir sualdır ki, A15 çıxılsın A6 bərabər 19. 81. Sizcə qısa və tez necə tapma olar bunu? Qısa və tez. Aha, çox qısa tapdınız. Təşəkkür. Niyə 9? Bu nə verir bizə? Kim deyər?
Nə? 9 nə? 9 D. 9D. 9D bərabər 81. D bərabər 9. Bayaq öyrəndik ki, hədlərdən biri digərini çıxanda indekslərinin fərq qədər nə qalır? D. Məsələn, A30-dan A20 çıxanda nə qalırdı? 10'dir. A40'dan A50 çıxanda nə qalır? A40'dan A50 çıxanda. Mənfi 10'dir. Göstərən budur yəni. Keçək növbəti suala. Sual nömrə 23. Deyir ki, ikinci və 19-cu hədlərin cəmi 10'dur. İlk 20 həddin cəmini tapın. S20 sual var. Bu tip misallarda uşaqlar birbaşa S20'nin asılışını yazır. Özümüz görəcəyik ki, elə bu verilənlər bizə bəs edir. Məsələn, S-nin düsturu necə idi? AM bölü 2 vur nə? M. Bəs N'in yerinə 20 qoyun, S20'nin düsturu necə olur? Niyə çıxılsın deyirsən Nərgiz? Bölü 2 vur 20. Yaxşı. Əlaqəni kim görə bilər? Bax, bizdə bu var, bu verilir. Necə əvəzləyək? A bərabər plus. Ölçüdə eynidir də cəmi. Cəmlər eynidir. İndekslər cəmi eynidir. İkisi də 21-dir. 1 ilə 20-nin cəmi. 2, 19-un cəmi. Deməli biz bu cəmin yerinə bu cəmi qoya bilərik. Ay, o zaman 10 bölü 2 vur 20. Bəli, cavab 100. Məntiqi budur bu sual. İndi isə 24 tipli suallara baxacağıq. A15 5 olarsa ilk 29 həddin cəmi tapın. A15 5 olarsa A15 5 olarsa ilk neçə həddin cəmi? 29. Aha. Necə yazaq? 50. De, aydan de. Möhkəm de. A5'si. A1 plus A29 böl 2 vur 29. Doğru. Yaxşı. İndi nə eyniyən uşaqlar? Bir məsələ işi verin. 1 və 29'un cəmi 30 böl 2. Bax, sizdə bu kəsirin cavabı, bu kəsirin dəyəri A15'ə bərabərdir. Onda S29 nəyə bərabər olacaq? A15 vur 29. Yəni 5 vur 29. Yəni 145. Bəs yaxşı, kim mənə deyər? Nəyə görə bu kəsirin dəyəri A15'ə bərabər oldu? Niyə A1 ilə A29'un cəminin yarısı A15 versin? Hansı xassəyə görə versin? 54'e göre. Bəli də, əsas xassəyə görə. Əsas xassə o idi ki, ikinciden başlayaraq hər bir hədd özündən eyni uzaqlıqda olan hədlərin ədədi ortasıdır. Yəni, ikinci həddin düsturunu biraz da unikal yazsaq, daha doğrusu əsas xassəni, onda AM bərabərdir. AM minus K, AM plus K bölü 2. Yəni, nəinki solundakı, sağındakı ədədi ortasıdır, həm də K vahid solundakı və K vahid sağındakıların ədədi ortasıdır. Ona görə də bu düsturu yadda saxlayırıq. Təkcə solunda sağındaşlar üçün deyil, 5 vahid sola, 5 vahid sağındaşlar üçün doğrudur. 10 vahid solda, 10 vahid sağındaşlar üçün də doğrudur. Ona görə də biz 1 ilə 29'un düz ortasında hansı ədəd yerləşir? 1 və 29'un cəminin yarısı biz 15 verəcək. A15. Okey? İndi bunun oxşarını siz tapa bilərsiniz. 25-ci sual. A6 bərabər 3 olarsa ilk 11 ədədin cəmini tapın. A6 3 olarsa S11 suala. 25-ci sual, bəli.
Möhkəm danış inci. 33. Razı uşaqlar. Niye? Kim lövhədə yazar? Bəli. Canlar yazar. Hə. Ne inərik? Son bir nəyə bərabərdir? A11 bölü 2 vur 11. Yaxşı. A1 plus A11 bölü 2 bizə nəyi verir? A6'nı bəli. O zaman A6 vur 11. 3 vur 11. 33. Düzdür. Əla. Bir iki dənə də başqa tiplər izah edeyim. Daha sonra bəs edər. Çünki qalanlarını özünüz neyləməsiniz? Fikirləşib yazmalısınız. Deməli. Nömrə 40 tipli suallar. Nömrə 40 tipli suallar. A1'imiz -2. A20'miz -192. Silsilənin -92 bərabər olan həddin nömrəsini tapın. Sizcə -92 bərabər olan həddin nömrəsi deyəndə nəyi bizə verib? -92 olaraq bizə nəyi verib? Dən yaxşı oxuyun. Ayın bərabər. Bəli. -92 bərabər olan həddinin hədd nədir? Ayın. Ona görə də ayın bərabərdir -92. Bizdə nəyi soruşur? Nömrəsini. Nömrə nədir? N. Kim necə yaza bilər? Hələ yazın, baxaq. Görək necə alırız. Necə? Hələ yazın, baxaq. Görək necə alırıq. Bizdə burada naməlum olan nədir? Həm D, həm də N. D-ni hardan əldə edə bilərik? Ayın. Eliniz ətiniz. Bəli, A20'nin artışından bəli. Düzdür bəli. A20'nin artışını yazın, oradan D-ni tapın. Mənfi neçə? 10. Aha. Düzdür. İndi apar ayının düsturunu aç, orada D'nin yerine onu koy. Aha. Bəli. 10'uncudur, 10'uncu ətdir. Bəli. Kim gəlib yazmaq istəyir? Gəl. Aydan gəl. Əvvəl ayının artışını yazırıq. Aha. Qiymətləri yerinə qoyuruq. D -10, doğru. İndi ayının düsturunu yazırıq.
O A mənfi 92 yox, mənfi 92. A yoxdur orada. Aha, mənfi 92. Bərabərdir. Mənfi 2 plus. Mənfi 10 vurulsun. M minus 1. Aha. Yox, M minus 1. 91 yazsın. M bizdə məlum deyil ki. M minus 1. Yəni bizdə AY-nin öz yerinə, bax bu AY-nin yerinə bütöv. Mənfinə qoydun, mənfi 92 qoydun, M məlum deyil. Mənfi 2-ni sola at, hər tərəfi mənfi 10-a böl. Mənfi 10, M minus 1. Bəli, bəli, düzdür. Mənfi 90. Hə, ixtira apardım birbaşa. Onda müsbət 9 qalmaz. N-ə bərabər 10, bəli. Orada mənfi 90. Mənfi 90'ı mənfi 10'a böldük, müsbət 9. N minus 1, 9 da N'də neçə olur? 10. Bu şəkildə. Daha sonra bir dənə də sonuncu sual tipinə baxaq. Bu da harsada biraz oxşardır. Buraxışa düşmüş sualdır. S9 bərabər 72 olarsa A5 tapılır. Bu dəfə tərsinədir. S9 72 olarsa A5 olur. Yaza bilərik. Neçən sualdır o? 44. Bəli, 44. Bu dəfə S9'u neyineyim? Açılışını yazarıq. Oradan bizə A5 mi olacaq? Görünəcək. Sekiz demeyin. 8. Salam, salam. Sağ ol, sən neysən? Lalə, buyur. Çok sağ olun. Sağ ol, buyur, buyur. Aha. Bəli, cavab 8 aldın. Kim gəlib yazmaq istəyir? Gəl Ayşə. Deməli, S9'umuz 72'dir. Aha. S9'un açılışı necədir? A1 plus nə? A9 Bölünsün 2 burası. bölü 2 vur 9 bərabər 72'ye. Elə A1 ilə A9'u cəmləyib 2'ye böləndə nə alınır? A5 alınır, Ayşə. A5 ilə bərabər 8'dir. Bəli. Bura 2 yazmışsan, yoxsa A5 yazmışsan? A5. Onda möhtərizəni buradan bütöv götür. Çünki təkdə surət yox, 2'ye bölünmüş A5'dir. Bəli. Doğrudur. Aydın uşaqlar. Bax belə. Yaxşı, biz yəqin ki, yekunlaşdıra bilərik. Çünki qalan suallardan eləməsiniz, siz baxmalısınız. Deməli, digər suallara da bu qaydalardan istifadə edərək yanaşacaqsınız. Təbii ki, çətin suallar, yaza bilmədiyi suallara yenidən nə olunacaq, baxılacaq, saxlaya bilərsən. Təşəkkür.